Mərkəz dostlar, bu günləri bələdiyyədə əsasən Binance-da olan belə bir yenilik haqqında danışmaq istəyirəm. Hansı ki, çox maraqlı yenilikdir və həmçinin də bizim Binance-da hal-hazırda kampaniyamız keçir. Hansına ki, tez qoşulsan daha yaxşıdır. Sadəcə olaraq qeydiyyat keçirsən Binance birjasında, amma mütləq şəkildə linklə qeydiyyat keçirsən, referal linklə, referal kodu da yapışdıracağam videonun altında, əgər ehtiyac varsa, referal linki də həmçinin. Qeydiyyat keçirsən, 10 dollarlıq alqı-satqı eləyirsən, sadəcə trade eləyirsən özün üçün, istəsən çox da eləyə bilərsən, çox eləsən, təbii ki, şansın çoxdur. 10 dollarlıq trade eləyirsən, 15 dollar zaten sənə belə bonus veriləcək. Bu öz yerində, bu nəqddir və təbii ki, iPhone ya da Mac OS udmaq şansını da əldə edə bilərsən. Ona görə də tələs mütləq şəkildə Binance birjasında referal linkdən qeydiyyat keçib, profili təsdiqlə və cüzi trade eləsən bəs eləyir. Baxa görə vəziyyət nədir? Mən bazarın hal-hazırda vəziyyəti qənaətbəxşdir. Bu günlər bazar elə bil biraz yaşıllaşma göstərir altcoinlər üzrə. Əsasən Ethereum ekosistemində olan altcoinlər üzrə görürük hərəkətləri. EVE-dir, Arbitrum-da, Optimizm-dir. Bu məsələlər üzrə görürük ki, hərəkətlər var Maker-də. Həmçinin 2100 dolları artıq keçib, 1700 dollar idi görürük. Ethereum-da hal-hazırda canlanma var. Ümid eləyək ki, uzun müddətli canlanma olar və yaxşı qalxış olur. 2747 dollardır Ethereum. Yenilənmə nədir? Ümumiyyətcə ona baxırıq uşaqlar. Burada görürsünüz, çox maraqlı belə widgetlər yaranıb. Bunu nə edə bilərik? Biz home page-i, yəni ana səhifəni istədiyimiz kimi belə deyək də bir növ regulirovka eləyə bilərik. Məsəl üçün bunu keçidə bilərik aşağı və yaxud əlavə nələrsə özümüzə əlavə eləyə bilərik widgetlər. Görürsünüz, burada maraqlı mövzular var. ETF-lərin burada görürsünüz belə deyək də gəlir imkanları, həmçinin futures copy paste var, fair and greed indikatoru var, əlavə eləyə bilərik. Mən məsəl üçün bunu əlavə eləyəcəm özüm üçün. Hara əlavə eləyəcəm? Yuxarıda əlavə eləyə bilərəm, aşağı da prinsipal olaraq gətirə bilərəm. Tutub da artırıq aşağı gətirir, əlavə edirik və özümüz üçün çox rahat bir belə deyək də bir növ iş stolu düzəldə bilərik. İş stolu düzəldə bilərik. Üstünə vursaq, yenə də edit list eləyə bilərik. Edit home page. Edit list eləyib ehtiyac duyduğumuz mövzuları əsasən irəli çəkə bilərik. Hansı mövzular ki, bizə daha belə deyək də lazımdır. Məsəl üçün, mənə new təzə coinlər üzrə ən birinci istəyirəm görünsün. Ən çox itirən coinlər ikinci yerdə görünsün. Ən çox gainers, yəni ən çox qazanan coinlər də üçüncü yerdə. Digərləri aşağıdan gələ bilər. Market cap ya da 24 saatlıq bölüm bizə maraqlı deyil. Hot bölümündə biraz irəli çəkə bilərik ki, daha tez görək. Və gördüyünüz kimi bizdə artıq baxın, bu cərgə istədiyimiz kimi düzüldü. Binance-da bu belə deyək də maraqlı bir yenilənməni gətiriblər. Çox maraqlı bir yenilənmədir. Losers-da görürsünüz, UMO var, Enimi var, hansı ki düşüb. Gainers-də, yəni qazananlarda aksiyalar hal-hazırda 62%. Yəni demək olar ki, dünəndən bu günə qalxıb çox ideal qalxış verib. Compound həmçinin Ethereum ekosistemi olduğuna görə, Uniswap da Ethereum ekosistemi olduğuna görə gördüyünüz kimi 8.22-yə qədər qalxıb. Hot bölümündə biz isti coinlərə baxa bilərik. Burada əsasən yuxarılarda olan coinlərdən söhbət gedir. BNB, BTC, Ethereum, Solana. Yəni trade eləməyə məsləhət görərdim, amma bütün hallarda öz riskinizi mütləq şəkildə anlamalısınız. Etdiyiniz bütün investisiyalar, bütün yatırımlar kripto bazarda riskli sayılır. Yəni siz aldığınız coinin qiyməti qalxıb sizə xeyir də verə bilər. Təbii ki, düşüb ziyan da eləyə bilərsiniz. Ona görə də diqqətli trade eləyin, ehtiyatlı trade eləyin və baxın ki, belə deyək də uduzanlardan yox, qazananlardan olasınız. Bu mən referal link mən buradan götürürəm. Baxın, referal kod da var. Referal kodu da burada görə bilərsiniz. Belə də yapışdıracağam videonun altına. Görə bilərsiniz ki, referal kod var. Hansı referal koddan ki, qeydiyyat keçib kampaniyada iştirak edə bilərsiniz. 15 dollar zaten bu nəqdə artıq hər bir KYC keçib 10 dollar, 10 dolları aborot edən adama veriləcək və daha çox aborotunuz olsa, yəni daha çox trade eləsəz, iPhone ya da Mac OS qazanma şansınız var. Bunu təbii ki, ekranda yapışdıracağım lap əvvəldə görəcəksiniz. Hal-hazırda Ethereum 2751 dollardır. Trade eləmək burada çox asandır. Sadəcə olaraq buy ya da sell-dir. Məsələn, buy eləyib mən market üzrə alış eləyə bilərəm. Bu çox sadədir. 10 dollarlıq alış eləmək nəzərdə tutulanda bu nəzərdə tutulur. Yəni mən 11 dollar eləm hər ehtimal məsəl üçün. 11 USD yazdıq bura, buy Ethereum elədik və hal-hazırda biz Ethereum alışı eləmişik. Hal-hazırda Ethereum alışı eləmişik. Və bizim balansımızda, baxın, orada tariximizdə görə bilərik ki, 0.39 Ethereum alış elədik. Sell eləsək və satış eləsək, bu artıq 10 dolları yox, 20 dollara yaxın aborot deməkdir. Və gördüyünüz kimi, aldım, dərhal satdım, belə bir şey elədim. Buna deyirlər trade aborot eləmək, yəni həcm eləmək. Hal-hazırda 10 dollarlıq burada, 10 dollarlıq burada həcm var. Bu 20 dollarlıq həcm sayılır. Yəni, demək olar ki, tam olaraq bəs eləyir ki, mən kampaniyada iştirak edirəm. Amma bütün hallarda məsləhət görərdim ki, trading öyrənəsiniz, trade eləyəsiniz. Çünki
Bu mövzular hələ yeni-yenidir, kriptovalyuta hələ öz əvvəllərindədir, daha da böyük qiymətlər görə bilərik. Mənim daha öncəki videolarıma baxa bilsəz, mən həmişə məsləhət görmüşəm ki, tradinqi eləyəsiniz, amma təbii ki, riskinizi nəzərə alaraq. Hal-hazırda görürsünüz, burada alışlar gedir, satışlar gedir, böyük pullar oynayır burada. Yəni bu bazardan geri qalmayın, bazarı öyrənin. Balaca bir məbləğlərlə 150 dollar, 100 dollar, 50 dollar, 60 dollarla başlayıb trade eləyib nəsə əldə edə bilərsiniz. Bu qədər dostlar, özünüzə müğayət olun, mütləq şəkildə Binance birjasında qeydiyyat keçin. Bu super bir fürsətdir ki, sizə ilk başdan belə bir bonus verilir və təbii ki, əlavə fürsətlər də verilir. Və əgər lazım olsa, hansısa problem olsa, mənim Telegram'a yaza bilərsiniz. Bizim Telegram qrupumuz var, harada ki, müzakirə edirik. Orada gələ bilərsiniz ki, suallarınızı verəsiniz. Bu qədər dostlar, özünüzə müğayət olun, sağ olun, can görüşərdək.